Rasim əmi, yeri gəlmişkən mediada xəbərlər yayıldı ki, Fuad Qəhrəmanlının da istintaqa çağırırlar, ancaq o xaricdədir. Sizcə yenə nə baş verir? Bəli, Fuad Qəhrəmanlıya da cinayət işi qaldırıblar, onu da dəvət ediblər. Axı, Fuad Qəhrəmanlı buradaydı, onu niyə buraxırdınız? Əlinizin altdaydı axı. O bilmirdiniz, indi Fransadan deyir ki, mənə sualı verin, cavab verək. Yəni, bilsən nətədir, axı, buradakılardan o kitlə, bunlar kilçələrdir. Burada balinalar var axı. Ramiz Mehtiyevin Pusatsa komandasının hamısı oturub hakimiyyətdə. Parlamentin 80% Ramiz Mehtiyevin adamlarıdır. Ramiz Mehtiyevin məqalələrini yazanlardır. Ramiz Mehtiyevin belə də nəvəsinin toyunda oynayan Siyavuş Novruzov, onun xanımı bir gün ambusmandır. Orada digərlər olubdur. Bax, bunlar niyə ortaya çıxmır? Məsələn, keçmiş Ali Məhkəmənin sədə Ramiz Zeynalovdur. Ramiz, bilməm, familiyasını ətərdir. Ramiz müəllim onun sağ əli idi. Bu gün onun qoyduğu kadrların əksəriyyəti əksəriyyəti hüquq mühafizə orqanlarındadır. Əksəriyyəti çox böyük vəzifələrdə nazir müavinləridir. Yeri gəlmişkən, keçmiş nazirləri Ziya Məmmədov və başqalarını elə Ramiz Mehdiyevlə əlaqədə, işbirliyində günahlandırırlar. Sizcə bu proseslərin axırı nə ilə yekunlaşacaq? Təbii, doğrudur, yox, onların hamısını mən qaldırmışam. Məsələn, orada kimlərdir? Məsələn, yadınıza gəlirsə, bu hadisələr baş verməmişdən öncə Ramiz Mehdiyevin haqqında qəti imkan tədbiri seçilməyəndən bir 3-4 ay öncə mən özümü telekanallarda, o cümlədən Reaksiya TV-də, Müsavat TV-də, digər telekanallarda deyirdim ki, Ramiz Mehdiyev dövlət çevrilişinə hazırlaşır. Və Novxanı bağlarında Azərbaycan dövlətinin əleyhinə böyük kampaniya başlayıbdır. Orada gedib gəlirdilər. Orada kimlər gedib gələn? Mən özüm şəxsən, mənə deyiblər, inanmamışam. Mən özüm də görmədim ki, heç vaxtı nə mediaya sızdırmıram, nə yuxarı rəhbəriyə məlumat vermirəm. Axı, bilsən nətədir? Bu sabah mənə məhkəmə predim. Mənə deyəndə ki, bunlar invalidlər maşınınla gedirlər Ramiz Mehdiyevin bağına, Novxanıdakı bağına. Orada onun arxa tərəfində onun qonşusunun evi var. Orada düşürlər, oradan bir balancaq yayındırırlar. Mən özüm də bir maşına oturub onların arxasında getmişəm. Getmişəm və özüm görmüşəm kimlər düşüb çıxır. Bunları aşmışam mən. Məsələn, Əbfaz Qarayev oradan, keçmiş Milli Təhlükəsizlik naziri oradan, Ziya Məmmədov oradan, onun qardaşı oradan. Orada böyük pullar yığılmışdı, milyardlarla pullar yığılmışdı. Ona atışma deyirlər. Onlar artıq dövlət çevrilişinə hazırlıq vəziyyətə gətirib çıxartmışlar. Məsələni pozdum. Mən demirəm, mən qəhrəmanlıq eləmişəm. Ondan ki, bu dövlət üstündə qəhrəmanlıq eləsən də xeyri yoxdur, eləməsən də. Bunlar qiymət bilməyən bir hökumətdir, bir dövlətdir. Mən millətimin namına, mən cənab prezidenti həyatımdan artıq istəyən bir insanam. Mən deyirəm, ona gələn zərbələrin hamısını öz üzərimə götürürəm. İdeoloji bir işdir, bu böyük işdir. Sadəcə silah müharibəsi getmir. Beyin müharibəsidir. Beyin müharibəsinə də elə sinəmi döşümü bu partiya qabağa verib, bir gün cənab prezidenti bu bəlalardan qoruyur. Yaxşı, bunlardan nə çıxacaqdır? Bunların hamısı Ramiz Mehdiyevin adamları bugün əgər yenə prezidenti aldadırlarsa, ölkədə qarışıq yaradırlarsa, qarşılıq salırlarsa, hara gedə bilərik? Əgər bugün belə deyək, Azərbaycanda insanların maddi rifah halının yaxşılaşdırılması da rəhbərlik edən bir nazirin ermənidirsə, biz hara gedə bilərik?